İşıqlı yer mətbəx olduğu üçün videonu mətbəxdən çəkirəm və abituriyentlərə bu qısa müddətdə nələr etmək lazımdır? Ümumiyyətcə, əslində bu ümumi abituriyent periodu üçündür, amma yəni bu qısa müddət üçün də bunu dəyərləndirə bilərsiniz. İlk məsləhətim nə olardı? Yuxu saatı. Düzdür, biz düşünürük ki, yuxu saatı bizim üçün önəmlidir. Biz hər gün 7-8 saat yatmalıyıq ki, beynimiz rahat dincəlsin və rahat günümüzü keçirə bilək. Mən bundan razı deyiləm. Düzdür, tibbi cəhətdən bəlkə dediyim o qədər doğru deyil. Amma mən özüm də əvvəllər yatağan biri idim və bir müddət sonra çox yatırdım da. Yəni belə deyim, məni oyatmasın, oyanmazdım. O tərzdə yəni yatırdım və bir müddət sonra mən 4-5 saat yatma rejiminə keçdim və ilk 1 ay yarım, hətta 2 ay yaxın müddət çox çətin idi, çox əziyyətli idi, çox yuxum gəlirdi, amma özümü məcbur edib saxlayırdım. Bu periodu keçəndən sonra, bu maksimum 2 ay periodu keçəndən sonra mən buna öyrəşdim və beynim fikir verdim ki, daha effektiv çalışmağa başlayır və daha energetik oluram. Ona görə yuxu saatlarınızı azaltsaz əla olar. Bayram günlərində, dincəlmə günlərində normal yata bilərsiniz. Əslində istədiyim heç o müddətdə də yata bilməyəcəksiniz, çünki artıq öyrəşirsiniz, tez oyanacaqsınız istər-istəməz. İkinci məsləhətim sizə nə olar? Düzgün vaxt bölgüsü. Abituriyentlərin səhvi nədir? Məsələn, deyək ki, açırlar fizika kitabını fizika eləməyə, telefon da yanlarında həmişə kimi müasir dövrdə yax. Dərs eləyə-eləyə bir dənə dost oradan yazır. Necəsən? Bilirsən falan söhbət necə oldu? İstərsəniz beyin gedir ora. Açırsan dostunla biraz yazışdın falan filan, deyirsən cəhənnəmə, qoyun bunu qırağa təzədən test edeyim. Və təzədən test etməyə başlayırsan, güclə təzədən fokuslanırsan ki, o birisi dostun yazır ki, falan şeydə belə oldu axı. Və beyin tamamilə uzaqlaşır. Ona görə sizə məsləhətim odur ki, bu tərzdə 4 saat dərs eləməkdənsə, telefonu kənara qoyun, 2 saat dərs eləyin, bu daha effektiv olar. Yəni, konsentrasiyavız dərsdə olduğu zaman, yəni daha qısa müddətə o tapşırığı bitirə bilərsiniz. Yəni, o cür 4 saat oxumaqdansa bu 2 saat oxuyun, daha sizə xeyri olacaq. Və belə eləsəz, dediyim kimi, hər dərsə daha az vaxt sərf edərsiniz və gündə 1 saatda özünüzə vaxt qalar. Ümumiyyətcə, mənim o vaxt ingilis müəlliməm qəşəng bir şey deyirdi. Dedi, 2 saat dərs eləyəndən sonra yığ 15 dəqiqə dostunla danış və çıx 15 dəqiqə çöldə gəz. Və ya nəsə elə fərqli özün üçün 15 dəqiqə, ancaq yəni sırf 4-5 saat fasiləsiz dərs eləmədə, yəni sənə xeyri olmaz və mən onu həqiqətində icra elədim, doğrudan da çox effektiv var idi. Digər məsələ isə, üçüncü məsələ, verə biləcəyim məsləhət isə qəti şəkildə motivasiyadan düşməyin, maksimum şəkildə çalışın. Çünki bu sizin, düzdür, mənə görə bu vacib məsələ deyil, amma ümumi götürsək sizin üçün bilirəm həyati və vacib məsələdir. Hal-hazırda gündəmdə olan. Ona görə həmişə həvəsli olun və yadınızda saxlayın ki, biz insan olaraq nəyə inanırıqsa, onu da yaşayırıq. Ona görə buna inanın, bilin ki, %100 girəcəksiniz. Sadəcə olaraq neçə balla girəcəyinizi sizin çalışmağınız təyin edəcək. Ona görə maksimum şəkildə özünüzə güvənin və nəyə ehtiyacınız olsa, hər hansı bir köməyə, sualınız olsa, mənə yaza bilərsiniz. Uğurlar.